Bildiğiniz kimi bugün Rəbiül-Sani ayının 10-u Həzrəti Fatimə-i Məsumə salamullah aleyhanın şəhadət, vəfat günüdür. Bu gün münasibəti ilə Həzrəti Bəqiyyətillahil Əzəm İmam-ı Zəman Əcəlallah Teala Fərəcəhu Şərifin məhsəri şərifinə və siz möhtərəm möminlərə və bizi dinləyənlərə başsağlığı və təsliyyət ərz edirəm. Allahdan istəyirəm ki, dünyada o Həzrətin ziyarətini təkrarən bizlərə və uqubada şəfaətin bizlərə nəsib etsin inşallah. Həzrəti Fatimə-i Məsumə salamullah aleyha İslam tarixinin böyük şəxsiyyətə malik olan qadınlarından, xanımlarından biridir. Həzrəti Məsumə əleyhissalamın şəxsiyyəti çox ucadır, çox əzəmətli ruha malik olubdur. Allah yanında çox uca məqamı vardır. Çox gözəl əxlaqi və mənəvi səziyyələrə malik olubdur. Həzrəti Məsumə salamullah aleyha Əhl-i Beyt məktəbində tərbiyələnmiş, kamil, möminə bir xanım, eyni zamanda çox savadlı, İsar əhli və vilayətə vəfalı bir xanım olubdur. Elə bir qızı ki, siz bilirsiniz, Həzrəti Fatimə Məsumə ailə həyatı qurmayıbdır. 28 yaşında şəhadətə yetişibdir. Amma qız olubdur, ailə həyatı qurmayıbdır. Ona görə Həzrəti Məsumə salamullah aleyhanın təvəllüd günü qızlar günüdür. Yəni o qız uşaqları ki, təzə yetkinliyə yetişirlər, həddi təklifə çatırlar, onların günüdür. Bir qız övladı ki, imamət ətəyindən yetkinliyə yetişib. Babası məsum imam, atası məsum imam, qardaşı məsum imam, qardaşı oğlu məsum imam. Həzrətin özünə məxsus xüsusiyyətlərindən biri də budur ki, Həzrəti Məsumə salamullah aleyha haqqında məsur ziyarətnamə var. Ki, İmam Rıza aleyhissalamdandır bu ziyarətnamə. Yəni, məsum imamdan Həzrət haqqında ziyarətnamə var ki, ziyarətə getdikdə bizlər onu oxuyuruq. İmam Rıza aleyhissalamdandır bu ziyarətnamə. O ziyarətnamədə oxuyuruq, Əssəlamu aleyki, ya bintə vəliyillah, salam olsun sənə, ey Allah vəlisinin, Allahın yer üzərində olan höccətinin qızı. Əssəlamu aleyki ya uxtə vəliyillah, salam olsun sənə, ey Allah vəlisinin bacısı, yəni İmam Rıza ağanın bacısıdır. Əssəlamu aleyki ya əmmətə vəliyillah, salam olsun sənə, ey Allah vəlisinin bibisi, İmam Cəvad əleyhissalamın bibisidir. Xanımın fəzilətləri, kəramətləri çoxdur. İllər öncədə, dəfələrlə viladətində və şəhadətində ara sıra mövzular, xütbələr sizlərə danışılıbdır. Elə bir xanım ki, ismət və təharət onun vücudunda cilvələnibdir. İsmət və təharət. Elə bir xanım ki, elə bir dərəcəyə yetişib Allah yanında, ziyarətinin səvabı cənnətdir, behişdir. Elə bir xanım ki, dünyaya gəlməmişdən illər öncə, hələ atası kiçik yaşlarında idi. Atası kimdir? İmam-ı Kazım əleyhissalam. Babası İmam-ı Sadiq əleyhissalam ondan xəbər veribdi. Onun fəziləti haqqında danışıbdı. Həzrət buyurur ki, Qum şəhəri biz Əhl-i Beytə hərəmdir.
və orada mənim övladlarımdan bir xanım dəfn olacaq Fatimə adında. Hər kəs onu ziyarət etsə, cənnət ona vacib olar. Ziyarəti haqqında bir neçə imamdan bu məzmunda hədis var. Hələ dünyaya gəlməmiş babası İmam-ı Sadiq əleyhissalam ziyarətinin savabı haqqında buyurur ki, hər kəs onu ziyarət eləsə, savabı cənnətdir. İmam-ı Riza, qardaşı İmam-ı Riza buyurur ki, hər kəs qumda bacımı ziyarət eləsə, elə bil məni ziyarət eləyibdir. Qardaşı oğlu İmam-ı Cəvad əleyhissalam, 3-cü məsum imam, ziyarət haqqında buyurur, hər kəs bibimi qumda ziyarət eləsə, cənnət ona vacib olar, savabı cənnətdir. Diqqət buyurdunuz, 3 məsum imamdan ziyarət haqqında hədis var. Fatimə-i Məsumə salamullah aleyha Əhl-i Beyt elmlərinə yiyələnmişdi və mühəddisə idi, hədislər rivayət eləyibdi. Bir çox hədislər, təəssüflər olsun ki, o hədislərin bir çoxları əlimizə gəlib yetişməyibdi. İmam-ı Kazım əleyhissalam zindanda olarkən, şiələr imamı tapa bilmədikdə, cəmiyyəti təlimatlandırırdı. Hətta bir dəfə şiələr gəldilər İmam Kazım əleyhissalama, sualların versinlər, Həzrət şəhərdə yox idi. Xanım sualların cavablandırdı yazılı şəkildə. İmam Kazım əleyhissalam ki, şəhərdən çıxanda onlarla rastlaşdı, cavablara baxdı, buyurdu Fidahə Əbuha, ləqəblərindən. Atası ona qurban olsun. Yəni, elə bir xanım ki, İmam-ı məsum imam onun haqqında bu sözü buyuran. İmam Kazım əleyhissalamın bir çox qızları olubdu. Bir çox övladları olubdu. Bilirsiniz, İmam Kazım əleyhissalamın çoxlu övladları olubdu. Amma xanım Məsumənin əzəmətində olan bir xanım olmayıbdı. İsmət məqamına sahib olubdu. İmam Rıza məsum imam onu məsumə adlandırıbdı. Hər kəs məsuməni qumda ziyarət eləsə. Və deyəcəyim bir məsələ də var ki, orada da mükaşifə halında Həzrət Mövla xanımı məsumə adlandırır. Diqqət etmək lazımdır, məsum 2 cür olur. Məsum yəni günahsız. Ürfüdə mənası budur. Bir var, insan günahdan məsum olur, günahdan ismət məqamına malik olur. Bir də var ki, xətadan ismət məqamına masum, ismət məqamına sahib olur. Ola bilsin zehninizdə bu sual yarana ki, bizim 14 məsumumuz var. Bu nə deməkdir? Xanım da məsum olubdur. O 14 məsumun hesabı ayrı və dərəcəsi ayrıdır. Onlar xətalardan da məsumdular. Amma xanım məsumə günahdan məsum olubdur, məsumə olubdur. Ona görə İmam Rıza əleyhissalam məsumə ləqəbini ona verdi. Xanımın xüsusiyyətlərindən biri budur ki, geniş şəfaətə sahibdir. Xanım haqqında danışasan, şəfaətinə işarə etməyəsən ki, ziyarətində oxuyuruq, ya Fatimə, İşvə'ili fil cənnə. İmam-ı Sadiq əleyhissalam hələ xanım dünyaya gəlməmişdən qabaq buyurur ki, onun şəfaəti ilə bizim bütün şiyələrimiz cənnətə, behiştə daxil olarlar. Bütün şiyələrimiz. Ziyarəti haqqında o qədər hədislər var, belə deyək, o qədər təşviq var. 14 məsumdan sonra heç kəsin haqqında bu qədər deyilməyib ki, gedin onu ziyarət edin. Ziyarətinin savabı cənnətdir, behiştdir. Hər kəs onu ziyarət eləsə, cənnət ona vacib olar. İmamlardan belə hədislər yoxdur. İmam-ı Cavad əleyhissalam buyurur,
Mən zara qəbrə əmməti bi qum fələhul cənnə. Hər kəs bibimi qumda ziyarət eləsə, cənnət ona vacib olar. Ayətullah mərhum Mər'aşi Nəcəfi rəhmətullah aleyh böyük alimlərdən və böyük mərcə təqlidlərdən idi. Bir gün tələbələrə dedi, quma gəlməyimin səbəbi bu oldu ki, Nəcəfdə idilər bunlar. Müqəddəs Qum şəhərinə gəlməyimin səbəbi bu oldu ki, atam Seyyid Məhmud Mər'aşi zamanəsinin abidlərindən, zahidlərindən, təqvalı insanlarından idi. 40 gecə Nəcəfdə Həzrəti Əmir əleyhissalamın hərəmində beytutə eləyir ki, Həzrətin inayətlərindən bəhrələnsin. Bir gecə mükaşifə halında Həzrəti Mövlanı görür. Həzrət ona buyurur ki, Seyyid Məhmud, nə istəyirsən? Seyyid ki, 40 gecə ağanın hərəmində ibadət eləyir, ziyarət eləyir. Ağanı görür, ağa buyurur ki, nə istəyirsən? İstəyin nədir, hacətin nədir? Seyyid Məhmud deyir, ərz eləyir ki, mən istəyirəm Həzrəti Fatimə salamullah əleyhanın qəbri şərifinin yerin biləm. Fatimə salamullah əleyhanın qəbri hardadır? Həzrət Mövladan bunu soruşur. Həzrət belə buyurur ki, mən eləyə bilmərəm. O Həzrətin vəsiyyətin pozam, vəsiyyətinin əleyhinə hərəkət eləyəm, onun qəbri şərifinin yerin sənə deyəm. Ərz eləyir. Bəs necə edim mən onu ziyarət eləyim? Mən istəyəm Həzrəti Zəhra salamullah əleyhanı ziyarət eləyəm. Nə edim? Diqqət eləyin. Həzrət ona buyurur ki, Allah Həzrəti Fatimə Zəhra salamullah əleyhanın cəlal və cəbərutinin Fatimə-i Məsumiyyə veribdi. İnayət eləyibdi. Allah Həzrəti Fatimə Zəhra salamullah əleyhanın qəbri şərifinin cəlal, cəbərutun inayət eləyibdi Həzrəti Fatimə Məsumə salamullah əleyhanın qəbri şərifinə. Çox böyük bir fəzilətdir. Çox böyük bir fəzilətdir. Ola bilsin insanlar bunu dərk etməyə, amma Həzrəti Fatimə Zəhra salamullah əleyhanın nə böyük əzəməti var Allah yanında. Həzrət Zəhra salamullah əleyhanın cəlal, cəbəruti vəsf olunmazdır. Onun o gizlin qəbrinin ziyarəti bütün şiyələr üçün arzudur, istəkdir. Elə bir şiə, əhl-i beyt muhibbi tapa bilməzsən ki, istəməsin bunu. Elə bir müsəlman tapa bilməzsən ki, Həzrət Zəhra, həqiqi müsəlmandan söhbət edir. Həzrəti Fatimə Zəhra salamullah əleyhanı sevməsin. Həzrət buyurur ki, Allah o cəlal, cəbəruti əta eləyib, inayət eləyibdi Fatimə-i Məsumiyyə. Allahın verirəm öz izzət kərəminə, Həzrətin ziyarətin dünyada, qübada şəfaətin bizlərə nəsib eyləsin. Bizləri dünya və axirət o Həzrətdən ayrı salmasın. Aqibətimizi xeyr eyləsin. İnnə əhsənəl hədis və əbləğəl muizə Kitabullah əzzə və cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ صدق الله العلي العظيم.